Salam hörmətli müəllimlər və şagirdlər. Bu günləri biz şərt operatorlarından danışacağıq. Şərt operatorları. Gəlin şərt operatorlarından danışmazdan əvvəl şərt operatorlarında istifadə olunan bəzi məntiqi ifadələr var, onlardan danışaq. Birinci, məntiqi ifadələrdən danışaq. Məntiqi ifadələr. Məntiqi ifadələr hansılardır? Məntiqi ifadələr böyükdür, kiçikdir, daha sonra böyük bərabərdir, kiçik bərabərdir, eləcə də bərabərdir və yaxud da bərabər deyildir. Yəni, bu kimi işarələrdir. Bunlar məntiqi ifadələr adlanır. Bu məntiqi ifadələrdən bildiyimiz böyükdür, kiçikdir, məsələn, böyükdür, bərabərdir Pythonda əsasən bu cür yazılır. Əsasən deyəndə bu cür yazılır ümumiyyətlə. Bərabərdir bu cür, bərabər deyildir də. Məsələn, bu bərabər deyilin işarəsidir. Bərabər deyil. Bu formada yazılır. İndi gəlin, məsələn, mən A dəyişəninə 5 verirəm, B-yə 8 verirəm. İndi mən burada qeyd edirəm, A böyükdür B. A B-dən böyükdür. Xeyr, A 5-dir, B 8-dir. A B-dən böyük deyil. Yəni, bu doğru deyil. Artıq bu bizə, belə deyək, yalan ifadə verir. Yəni, false verəcək. Aydındır? Yəni, A böyükdür B-dən? Yox. Bu bizə false verir. Eləcə də başqa nümunə çəkək. A olsun 3, B olsun 5. İndi burada yazıram. A böyük bərabərdir B-dən. 3 böyük bərabərdir 5-dən. Yenə yox. Yenidən bizə false verəcək. Yəni, səhv olacaq. Bəs A 8, B 3 olsa necə? A-ya 8 verirəm, B-yə 3. İndi burada yazıram ki, artıq məsələn A böyük bərabərdir B-dən. Bəli, A 8-dir, B də 3-dür. 8 3-dən böyük bərabər olduğuna görə, yəni böyük olduğuna görə əslində mən bu formada böyük bərabərdir bu formada deyil, yuxarıda yazdığım kimi yazmalıyım. Yəni, bu cür yazmalıyım. Böyük bərabər B. Bu formada qeyd etməliyim. A böyük bərabərdir B-dən. Bəli, artıq bu bizə true verəcək. Yəni, bizim bu ifadəmiz doğru cavabını alır bizim üçün. Daha sonra bir çox nümunələr göstərə bilərik burada. Məsələn, A bərabərdir 3-ə, B bərabərdir A plus 2, C bərabərdir A plus B-yə. Burada mən A kiçikdir, bərabərdir C yazıram. A-mız 3-dür, C-mizi tapalım. B-miz olur 5, C də olur 8. 3 kiçik bərabərdir 8-dən, bəli, bizə true-nu verir. Bu kimi nümunələrə baxa bilərik məntiq ifadələrdən. İndi əlavə olaraq bəzi ifadələr də yazaq. Not, daha sonra and və or ifadələri. Not, and və or ifadələrini yazdıq. Deməli, gəlin baxalım bu not, and və or nədir? Deməli, danışağın not, belə deyək də, ifadəsindən, not məntiqi ifadəsindən. Not ifadəsi inkarı bildirir. İnkarı bildirir. Nə deməkdir bu? Not, and və or dedik. Not inkarı bildirir. Nə deməkdir inkar? Məsələn, mən burada yazıram ki, A böyükdür B, amma qarşısına not əlavə edirəmsə, not A böyükdür B, bu artıq o deməkdir ki, A böyükdür B-nin əksi. A B-dən böyük, mötərizənin içərisində mən A B-dən böyükdür yazdım. Qarşısına not yazmışamsa, bunun mənası odur ki, A B-dən böyük olmasın, yəni. Artıq bu formada A kiçikdir, bərabərdir B. Baxın, bu formaya çevrilir. Yəni, bunun əksi. A böyükdür B-dən? Yox. Yəni, kiçik bərabərdir. Və yaxud da deyirəm ki, A
Məsələn, kiçikdir, bərabərdir B-dən. Qarşısına not yazıram. Not A kiçik bərabərdir B. Bu o deməkdir ki, yəni A böyükdür B olmalıdır. Yəni not bizim yazdığımız ifadəni onun əksin verir. Başqa nümunə yazsaq, məsələn, mən true yazsam, mötərizənin içərisində true yazsam, qabağına not yazsam, true olacaq false. Yəni not true mənasında, yəni düz olmayan. False bizə false-u verəcək. Aydındır? Notu bildirir ki, deyirik ki, not inkarı bildirir. Aydındır? İndi isə danışaq and-dən. And nə edir? And hər iki şərtin doğru olmağını bizdən istəyir. Hər iki şərtin doğru olmağını istəyir. Yəni doğru olmalıdır da belə deyək. Hər iki şərt doğru olmalıdır. Nə deməkdir bu? Mən deyirəm ki, A bərabərdir 5, B bərabərdir məsələn 7. İndi deyirəm A böyükdür. Məsələn C də bərabərdir 3 yazaq. Deyirəm ki, A böyükdür C and B böyükdür C-dən. Baxın, indi bizim A-mız 5-dir. C-dən böyükdür, 3-dən böyükdür. Hə, bura true'dur. Yəni hə cavabını aldıq da buradan. İndi and-in sağ tərəfinə baxaq. B-miz nədir? 7. 7 böyükdür 3-dən. Bəli, burada true'dur. Deməli, burada true'dur, burada true'dur. And varsa, and dedik axı, hər iki şərtin doğru olmalıdır. Hər iki tərəf true olduğuna görə bizim ümumi bu ifadəmizdə olacaq true. Aydındır? Burada true olduğuna görə bu ifadədə true olduğuna görə, yəni doğru olduğuna görə, true dediyimizdə, yəni doğru olduğuna görə bizim ümumi şərtimiz də bizə doğru qiymət, yəni true qiymətini verəcək. Başqa bir nümunəyə baxaq. Məsələn, yazıram ki, A bərabər olsun, yenidən nə bilim 5-ə, C bərabər olsun 2-yə, B də bərabər olsun 6-ya. İndi qeyd edirəm. Deyirəm A böyükdür, bərabərdir 6 and B böyükdür, bərabərdir elə bərabərdir yazmayaq. B böyükdür C. İndi baxaq. Bizim A-mız 5-dir. A böyük bərabərdir 6-dan. Xeyr, A kiçikdir. Onda bura false qiymətini verir. Axı A kiçikdir 6-dan. Aydındır? Və and var burada. Bəs B böyükdür C-dən. Bəli, B-miz 6-dır, C-miz 2-dir. 6 böyükdür 2-dən. Ona görə burada bizə true verir. Amma fikir verin, bir tərəf false-dur, bir tərəf true-dur. Yəni bir şərtimiz ödənilib. Daha ödənilib deyə buranı deyək. Bir şərtimiz ödənilib, yəni doğru olub. Bir şərtimiz isə false olub. Artıq bizim ümumi şərtimiz false olacaq. Niyə görə? Çünki mən dedim ki, hər iki şərtin doğru olmalıdır. Hər iki şərtim. Aydındır? Mənim isə yalnız sağ tərəf, yəni bu bərabərsizlik belə deyək, doğru olub. Digər tərəf yanlış olduğuna görə ümumi mən deyirəm ki, yanlışdır. Yəni ümumi bir qayda desək, yalnız və yalnız and-də nə vaxt true alırıq? Hər iki tərəf doğru olanda. Yəni true and true olduqda bizə qiyməti verir nə? True. Məsələn, false and false olduqda, false and true olduqda yenə bizə false verir. Eləcə də true and false olduqda yenə bizə false verir. Və əlbəttə ki, elə false and false olduqda da, yəni hər iki tərəf false olduqda da yenə bizə false verəcək. Yalnız gördüyümüz kimi true and true qiymətində bizə and ifadəsi true-nu qaytarır. Deməli, and-dən bu qədər. İndi isə danışaq or-dan. Or ifadəsi and-dən fərqli olaraq çox da belə deyək, kaprizli deyil, bu cür adlandıraq. Çünki orada true-da, daha doğrusu and-də belə bir şərt var ki, hər iki tərəfi true olmalıdır ki, yalnız və yalnız bu ödənsin. Amma or bu qədər də bizi
məcbur eləmir hər iki tərəfin doğru olmağına. Or deyir ki, iki tərəfdən biri true olsun, iki tərəfdən biri doğru olsun, biri doğru olsun, mənə bəsdir. Olsun, mənə bəsdir. Yəni, nə deməkdir bu? Deyir ki, mən yazım burada, birinci qısa formada yazım belə. Məsələn, true or true olsa, bu bizə əlbəttə yenə də true verəcək. True or false olsa, yəni bir tərəfi doğru, bir tərəfi yanlış. Bu bizə yenə true verəcək. False or false true olsa, yəni bir tərəfi false, bir tərəfi true. Yenə bu bizə true'nu verəcək. Amma false or false olsa, yalnız və yalnız bu halında bizə false verəcək. Yəni belə bir qayda deyirik ki, or hər iki tərəfi false olanda, hər iki tərəfi yanlış olanda bizə yanlışı verir. Bu dediklərimə aid gəlin nümunələrdən baxalım. Deməli, deyirəm ki, A bərabərdir 5, B bərabərdir 8, C də bərabərdir 6. İndi deyirəm, A kiçikdir C-dən, or B kiçikdir C-dən. Deməli, A kiçikdir C-dən, A-mız 5-dir, C-miz 6-dır. Bəli, bura bizə true verdi. İndi orumuz var, B kiçikdir C-dən, B-miz 8-dir. Bunu səliqəli yazalım. Deməli, B kiçikdir C-dən, B-miz 8-dir. Bəli, 8 kiçikdir 6-dan, xeyr, yəni false verəcək bizə. İndi, true or false. Baxın, bir tərəf true'dur, ortada or var, sağ tərəfdə false'dur. Baxın, bu artıq bu ifadə bizə ümumi true'nu verəcək. Ona görə true verir ki, dedim axı, yalnız bir tərəfinin doğru olmağı bizə bəsdir ki, or ümumi qiymətimizi true versin. Aydındır. Bu formada baxa bilərik. Yalnız və yalnız, məsələn, mən burada A-ya 5, B-yə 8, C-yə 6 dedim. Mən indi burada yazsam ki, A böyükdür C-dən, or C böyükdür B-dən. Mən bu ifadəni belə yazsam, A böyükdür, 5-imiz böyükdür C-dən, 6-dan. Xeyr, bizə false verəcək. Daha sonra or C-miz 6-dır, 6 böyükdür 8-dən. Xeyr, yenə bu bizə false verəcək. False or false, yəni hər iki tərəf yanlış olduğuna görə bu ümumi ifadəmiz də elə false olacaq. Bu nə deməkdir? Yəni bu orun mənası və ya deməkdir. Və ya deməkdir. Əndin də mənası və deməkdir. Notun da mənası yox deməkdir. İnkar bildirir. Aydındır. İndi gəlin buna başqa bir nümunələr üzərində baxalım. Məsələn, deyirəm ki, düşünün ki, bu bir insan, məsələn, olsun kim? Adı olsun John. Bu John kimdir, nədir, nəçidir? Bu John müəllim işləyir. John deyir ki, mən müəlliməm, mən müəllim və həkiməm. Mən müəllim və həkiməm. Baxın, bunu nə ilə bağladı John? Və ilə bağladı, düzdür? John dedi ki, mən müəllim və həkiməm. Amma biz bilirik ki, John yalnız müəllimdir. Artıq buradan John'un dediyi yanlış olur. Çünki John axı yalnız müəllimdir. Bu deyir, mən müəlliməm və həkiməm. Yəni, bunun bu və ilə bağlılığında mənası o deməkdir ki, mən hər ikisiyəm. Amma John yalnız müəllim olduğuna görə, bura doğrudur, bura false'dur, yanlışdır. Ona görə bu ümumi ifadəsi də bunun false olur, yəni yanlış olur. John yalan danışmış olur. Amma John desə ki, mən müəlliməm və ya həkiməm, mən müəlliməm və ya həkiməm. Artıq və ya deyir, yəni ikisindən birini seçir. Burada artıq deyirik ki, bunun həkim olmağı yalan olsa da, amma müəllimdir. Ona görə biz bunun ümumi halını da doğru deyə bilirik. Yəni true deyə bilirik. Or olduqda.
Bu cür yanaşsaq, testlərdə də daha rahat formada qarşımıza çıxacaq. Gəlin indi başqa nümunələr üzərində işləyək. Deməli, biz truedan danışdıq. Məsələn, belə nümunələr yazaq. Pythonda da sizə göstərim. Deyirəm ki, A bərabərdir 7, B bərabərdir məsələn 9. İndi A böyükdür B-dən. A böyükdür B. Baxın, false verir. Çünki 7 9-dan böyük deyil. İndi mən yazıram ki, not A böyükdür B-dən. Baxın, not A böyükdür B-dən. Burada bir boşluq buraxmaq lazımdır. Aha. Baxın, bizə true verdi artıq. Nə deməkdir bu? A böyükdür B-dən bizə false verir. Baxın, burada gördüyümüz kimi false verir. Amma false'un qabağına not yazırıq deyə, o avtomatik bunu true'ya çevirir. Yəni not onun inkarına çevirir. Ona görə true'ya çevirdi. Bu ifadədən indi belə bir şey yazım. Mən deyirəm ki, not true nə olur? False olur. Not false true olur. Aha. İndi baxalım başqa nümunələrə. Əməllər ardıcıllığından bir şeylər deyim sizə. Deməli, əməllər ardıcıllığında bildiyimiz kimi mötərizə işarəsi birinci gəlməlidir. Məsələn, mötərizə işarəsi nümunələrdə, misallarda hər zaman birinci gəlir. Daha sonra istifadə olunanda not birinci gəlir. Daha sonra not birinci gəlir deyəndə, yəni birinci hesablanır. Mötərizə, sonra notu istifadə edirik. Sonra əndi hesablayırıq və daha sonra isə oru hesablayırıq. Biz mötərizəni, notu, əndi və oru bu formada bu əməllər ardıcıllığından hesablayırıq. Məsələn, belə deyək. Mən A-ya true deyim. Bu arada bir şey də qeyd edeyim. True'nun məntiqi qiyməti, yəni ədədi qiyməti 1-dir. False'un ədədi qiyməti isə 0-dır. False'un ədədi qiyməti isə 0-dır. Məsələn, mən burada yazsam ki, true çıxılsın false mənə 1-i verəcək. False çıxılsın true məsələn mənfi 1-i verəcək. Aydındır? Bu formada true 1-dir ədədi qiymət olaraq, false 0-dır. İndi qeyd edeyim burada. Deyirəm ki, A olsun bizə true, B olsun false, C də olsun true. İndi deyirəm ki, burada bir ifadə yazıram. Deyirəm A and B or C, daha sonra not A. İndi gəlin baxalım. Biz dedik ki, birinci mötərizə həll olunur. İndi mən deyirəm ki, bu ifadənin sonda qiyməti nə olar? İndi baxırıq necə. Mən demişdim ki, birinci mötərizəni yerinə yetirdik. İndi mötərizədə burada, bu mötərizədən istifadə olunub burada. Xeyr, mötərizədən istifadə olunmuyor. Ona görə mötərizədən sonra nəyə baxıram? Not hissəciyinə. Burada notu tapıram, həll edirəm. Not harda yazılıb? A-nın qarşısında. A-mız nə idi? True idi. A-mız true idi. Notumuz nədir? True'nu false'a çevirir. Bax, A true idi. Not onu çevirir false'a. Yəni bizə bu yer olur false. Daha sonra dedik notdan sonra nəyi həll edirik? And-i. Baxın, and var burada. A and B. İndi A'mız nə idi? True. B'miz nə idi? False. Biz dedik ki, and'in bir tərəfi true olanda, bir tərəfi false olanda nə olur? False olur. Ümumi bizə false verir. And'in yalnız hər iki tərəfi true olduqda bizə true verəcək. Bir tərəfi true'dursa, bir tərəfi false'dursa, ümumi bizə false verir. Deməli, indi biz belə bir ifadə aldıq. False or
C deməli, yox, burada da bir belə deyim də, məntiqi ifadə yazmalıyam. C not A yaza bilmərəm. Burada da məsələn bir yazım and. Burada da bir and yazım. Deməli, mən nə aldım burada? Bu and'i belə deyim də, birincidən yazmalıydım. Yazmalıymışam. Ona görə indi düşünün ki, birincidən burada qeyd olunub. Nəzərimdən çıxıb o. Deməli, baxın, and A and B bizə false verdi. Buradan yazaq false. Or, bu or'u yazdım burada. Sonra C and false. İndi mən yenidən dedim nəyi həll eləməliyəm? Mən burada and'i həll eləməliyəm. C and false. C'miz nədir bizim? True'dur. C'miz true'dur. Amma and'in sağ tərəfi yenə false'dur. Deməli, bu hissədə bizə yenə nəyi verir? Yenə bu hissə bizə yenə də false-ı verir. Aydındır. İndi bizə nə qalır? Bax, bu oru da yazıram aşağı. Yəni false, bu sağ tərəfdə false-dur da. Yəni false or false. False or false olur. Yəni hər iki tərəf false olduğuna görə orada bizə false verəcək. Aydındır. Axırda deməli bizim bu ifadəmizin yazdığımız bu ifadənin cavabı false olur. Bu formada məntiqi ifadələr həll olunur. Birinci, dediyim kimi mötərizə ilə, daha sonra not, and və or-la. Aha, indi isə gəlin şərt operatorlarla danışalım. Şərt operatorları if vasitəsilə yazılır Pythonda. If da else, yəni əgər ödəyərsə if, ödəməzsə else vasitəsilə qeyd olunur. Yazılış forması olaraq indi göstərəcəm necə tam olaraq sintaktik qaydada yazılır. Amma gəlin birinci baxaq. Şərt operatoru dedikdə nə başa düşürük? Biz alqoritmdə şərt bloku keçmişdik. Alqoritmdə bir şərt bloku keçdik. Rombla yazılırdı. Buranın içərisinə bu rombun içərisinə, şərt blokunun içərisinə bir şərt yazırdıq və o yoxlanırdı. Əgər ödəyirdisə hə qoluna, ödəmirdisə yox qoluna gedirdik. Doğrudur. Əgər ödəyirsə, məsələn, belə bir ifadə yazım da, deyim ki, A bərabərdir 3, B bərabərdir 5, deyirdim A böyükdürsə B-dən, məsələn, həyə, böyük deyilsə yoxa. İndi məsələn 3 5-dən böyük deyil deyə yox qoluna gedib həll edirdik. İndi bunu bu formada qeyd edək ki, yəni biz bura nə yazırdıq? Bura biz şərt yazırdıq. Şərt ödənirdisə həyə gəlirdik. Həyə gələndən sonra da nə yazırdıq bura? Məsələn, birinci əməliyyatı yerinə yetirsin də. Burada bir əməliyyat yazırdıq. Bu əməliyyatı, yəni hesablamanı, əməliyyat dediyimiz hesab. Bu hesabı yerinə yetirsin. Yox olsa da bu hesabı yerinə yetirsin. Doğrudur. Sonra da gəlirdik, ya çapa gedirdik, ya algoritmi bitirirdik. Yəni bu formada daha sonra başqa şeylər yaza bilirdik. Şimdi hər algoritmdə müxtəlif formada ola bilirdi. Yəni demək istədiyim, şərt operatoru nədir? Şərt operatorlar bizim şərtdən asılı olaraq hesablamanı yerinə yetirir. Algoritmdə bunu yenə deyirəm, şərt bloku vasitəsilə, yəni romb vasitəsilə yerinə yetirirdik. İndi isə gəlin Pythona baxalım. Pythonda biz bunu if və else şərti ilə eləyirik. İndi gəlin burada, baxın, burada çəkdiyim bu blok sxemi if formasında yazaq. Pythonda yazaq. Mən deyirəm ki, if bizim nədir? Bu ifin qabağında nə yazacağam? If bizim sanki şərt blokumuzdur. Ifin qarşısına mən yazıram. Bu rombun içərisində hər zaman yazırdım şərt. Rombun içərisində məsələn bayaq A böyükdür B yazdım. Yəni rombun içərisinə algoritmdə nə yazırdımsa onu mən ifin qarşısından yazıram. Hələ ki bura yazıram şərt. Bu şərt rombun içərisindəki deməkdir.
qarşısına mütləq formada qoşa nöqtə qoyulmalıdır. Aydındır? Mütləq formada qoşa nöqtə qoyulur. Yəni testlərdə istifadə olunur ki, düzgün yazılmayanı seçin. Bilməlisiniz ki, şərtin, ifin qarşısında şərt yazılandan sonra qoşa nöqtə qoyulur. Daha sonra əgər ödənirsə, mən dedim burada nəyi hesablayaq? Məsələn, hesab 1 deyək də buna. Hesab 1. Hesab 1, bu da olsun hesab 2. Əgər ödəndisə şərt, hə qoluna gəlirik. Baxın, hesab 1. Bax, hesab 1 görün harada yazılır. İfin içərisində sağ tərəfdən baxın, buradan hesab 1 yerinə yetirilir. Bax, bu əməliyyat yerinə yetirilir. Baxın, belə bir şey qeyd edirəm. Deyirəm ki, şərt doğru olanda yerinə yetirilir hesab 1. Əgər şərt doğru olmasa, məsələn, yox qoluna getsək necə? Onda baxın, düz iflə eyni xəttin üzərində bir else yazıram. Else'nin də qarşısında qoşa nöqtə qoyuram. Artıq else'nin qarşısında heç bir şərt yazmağa ehtiyac yoxdur. Çünki if əgər ödənmirsə, bu avtomatik olaraq else keçəcək və biz else gələcək, baxın, yox qolunla, məsələn, yox qolunla. Nəyi yerinə yetirir? Hesab 2-ni. Bunun altından yenə yazıram, hesab 2-ni yerinə yetir. Buna da deyirəm ki, məsələn, şərt yanlış olanda, şərt ödənməyəndə. Yəni, hansı şərt? Əlbəttə ki, bu şərtdən söhbət gedir. Baxın, bu şərt ödənməyəndə düşür, else-dən hesab 2-ni yerinə yetirir. Aydındır? Deməli, nə dedik? Dedik ki, iflə şərti veririk. İfdən sonra qoşa nöqtə olmalıdır. Əgər şərt ödənirsə, ifin içərisində, baxın, boşluq burada qoyuruq. Burada. İfin içərisində olan hesablanır, şərt doğru olarsa. Yox, şərt yanlış olarsa, else keçir. Yəni, bura heç baxmır. Baxın, şərt yanlış olsa, bura heç düşmür. Keçir else, baxır hara, hesab 2-ni yerinə yetirir. Gəlin, buna aid nümunə işləyəyim. Bir dənə nümunə göstərim. Deməli, deyirəm ki, gəlin eləyəm, bu da görsənsin. Deyirəm ki, A bərabərdir 85, B bərabərdir 70 olsun. İndi deyirəm, if A böyükdürsə B-dən, qoşa nöqtə, if A böyükdür B-dən, onda yazıram ki, məsələn, print A çıxılsın B. Else, qoşa nöqtə, A üstə gəlinsin B. Print A yazaq da burada. Print A üstə gəlinsin B. Nə deməkdir bu? Burada deyirəm ki, A ilə B-ni müqayisə elə. Baxın, 85 ilə 70-i deyirəm müqayisə elə. 85 70-dən böyükdür. Bəli də böyükdür. Böyük olduğuna görə haranı həll edəcək? Buranı. Yəni, A-dan B-ni çıxıb çapa verəcək. A-dan B-ni çıxacaq 15, 15-i çapa verəcək. Bu ifadəmizin nəticəsi alınacaq 15. Ekranda 15 görsənəcək. Daha heç baxın, fikir verin, else heç baxmırıq biz artıq. Ona görə else baxmırıq ki, axı bu ödəndi bu şərt. Şərtimiz ödəndi. Şərtimiz ödənməsəydi əgər, biz buradan else baxacaqdıq. Başqa bir nümunəyə baxalım. Deməli, A bərabərdir 7, B bərabərdir 8 olsun. İndi deyirəm, if A böyükdür B-dən. Burada deyirəm ki, onda məsələn, A bərabərdir A çıxılsın B. Else, baxın, else ilə ifi eyni xəttin üzərində, belə deyək, eyni yerdə yazıram. Else qoşa nöqtə B bərabərdir B çıxılsın A-ya. İndi sonda burada belə deyək də, burada print A yazaq. Print A. Burada da yazım print B. İndi nə deməkdir bu ifadə? A ilə B-ni müqayisə edirəm.
7 böyükdür 8-dən? Yox. Onda mən heç bura baxmıram. 7 axı 8-dən böyük deyil. Ona görə elsə düşürəm. Düşürəm elsə, deyirəm B bərabərdir. B çıxılsın A. B'miz nə olur? B çıxılsın A. 8 çıxılsın 7. B'miz olur 1. 1-i də çap edirəm burada. Ekrana bizə çıxır 1. Deməli, if-in, else-in işləmə prinsipi budur. Bu cürdür. İndi belə bir şey deyim. Mən else-siz if yaza bilərəm. Gəlin və yaxud da bir neçə if yazaq. Bunu necə yaza bilərik? Deməli, məsələn, deyirəm ki, A bərabərdir. Yenidən deyək. Olsun 5. B bərabər olsun 6. C bərabər olsun 8. İndi deyirəm, if A böyükdür B, onda print olsun x. Yəni x çapa geçsin. Sonra yenidən bir if verirəm. Deyirəm A kiçikdir B, print geçsin y çapa. Sonra yenidən bir if yazıram. Deyirəm A kiçikdir, bərabərdir C, qoşa nöqtə. Baxın, burada qoşa nöqtəni qoymağı unutmuşdum. Qoşa nöqtələri qoymalıyıq. A kiçikdir, bərabərdir C. Aha. İndi deyirəm, məsələn, print çap olunsun N. Hərflər də, yəni çap üçün özümdən yazıram. Fərqi yoxdur. Bu formada yazıram. İndi deyirəm ki, bu bizim proqramımız işləsə ekrana nə çap olunacaq? Gəlin baxalım. Bu proqram işləsə ekrana nə çap olunacaq? A-mız 5. 5 böyükdür 6-dan. Yox. Onda bura işləmir. Baxın, bura işləmir. Bizim bu ifimizin elsi var. Aşağıda mən heç else yazmışam. Xeyr. Bizim ifimizin elsi yoxdur. İndi buradan belə bir qayda yazaq. Deyirəm ki, ifin elsi olmaya bilər. Olmaya bilər. Amma hər bir elsenin mütləq formada ifi olmalıdır. İfi olur. Mütləq formada ifi olur. Yəni, amma ifin elsi olmaya bilər. Nə deməkdir bu? Yəni, şərt ödənir, yox, ödənməyən halına heç baxmıram. Ödənir, ödənsin, Məsələn, siz deyirsiniz ki, mən ancaq universitetdə 500 bal, məsələn, baxın, A olsun sizin universitetdə topladığınız bal. Deyək ki, A bərabərdirsə 500. İndi siz deyirsiniz, A-nı müqayisə edirsiniz. Daha doğrusu sizin toplamaq istədiyiniz bal olsun bu. Məqsədiniz 500-dür, 500 bal. B də oldu sizin universitetdə yığdığınız bal, 550 bal. İndi siz deyirsiniz, B-ni müqayisə edirsiniz A-la. Deyirsiniz, əgər mənim balım, topladığım bal, məqsədimdən, bu da məqsədinizdəki baldır, böyükdürsə, mən eləyəcəm, gedəcəm universitetə. Yox, böyük deyilsə, heç, yəni, olmayan halına baxmayacam, heç nə eləməyəcəm. Yəni, başqa fakültələrə getməyəcəm. Daha doğrusu, belə deyək. Deyirsiniz ki, mənim balım 500-dən böyük olarsa, mən gedib, məsələn, IT mütəxəssisi fakültəsində oxuyacam. İnformasiya təhlükəsində oxuyacam. Yox, olmasa heç başqa fakültədə oxumayacam. Yəni, olmayan halımda heç nə oxumayacaqsınız. Bu formada düşünün ki, yəni, şərt ödəyəcəksə baxacaqsınız. Ödəməyəcəksə elsesi yoxdur. İndi, A böyükdür B-dən. Xeyr, 5 6-dan böyük deyil. Ona görə bura baxmırıq. Düşürük. Eyni xəttədir. Aşağıdakı ifə baxırıq. A kiçikdir B-dən. A-mız 5-dir. 5 kiçikdir 6-dan. Bəli, ona görə ekranda nə çap olunur? Bir dəfə print y. Yəni, y bir dəfə çap olunur. Sonra A-mız kiçik bərabərdir C-dən. A-mız 5, C-miz 8. Bəli.
A5 kiçik bərabər 8-dən ekran nə çap olunur? N çap olunur. Deməli, bizə ekrana Y və N ekranda çap olunacaq. Bu da belə bir nümunə idi, baxdıq. Daha sonra baxa bilərik. Məsələn, indi bu iflərdən, alt-alta yazılan iflərdən belə bir şey deyim ki, baxın, fikir verin, bir düz xətt üzərində yazmışam mən bu ifləri. İflərin digər hissədə yazdıqlarım isə, bax bunlar isə iflərdən asılı olur. Bax bunlar iflərdən asılıdır. Bax bu print məsələn x if birinci ifdən asılıdır. Buna if 1 deyək, bu if 2 olsun, bu da if 3. Buradan asılıdır. Gəlin daha səliqəli formada yazıb izah edeyim. Deməli, bir ifadə yazıram. If olsun A böyükdür B, onda məsələn print A. If A kiçik bərabər B, kiçik bərabər B deməyək, kiçik bərabər C deyək. A kiçik bərabər C, məsələn print olsun M. Sonra if A böyükdür B böyükdür C, print olsun R. İndi baxırıq. Baxın, bu bizim birinci ifimizdir. Bu hər bir ifləri bir xətt üzrə yazmışam. Birinci ifimiz, ikinci ifimiz, üçüncü ifimiz. Bu ifin aslı olduğu yer burada, daha doğrusu ifin aslı olduğu yer yox, buranın aslı olduğu yer ifdir. Birinci ifimizdir. Bu şərt ödənərsə bu ifadə həll olunacaq. Bu şərt ödənərsə bura həll olunacaq. Bu şərt ödənərsə bura. Amma bu şərtin if 1-in ödənib ödənməməyindən asılı olmayaraq if 2 yerinə yetiriləcək. If 2-nin ödənilib ödənməməyindən asılı olmayaraq if 3 yerinə yetiriləcək. Çünki bu iflər bir düz xətt üzərində olduğuna görə bunlar bir-birindən asılı deyil. Aydındır? Yəni bu iflərin heç biri bir-birindən asılı deyil. Yəni buna bir növ belə bir tərifi verə bilərik ki, alt-alta yazılan iflər bir-birindən asılı olmur. Alt-alta yazılan iflər bir-birindən asılı olmur. Aha. Bəs bir-birindən asılı olan iflər hansılardır? İndi gəlin onlara baxaq. Bəs bir-birindən asılı olan iflər hansılardır? Deməli, bir-birindən asılı olan ifləri göstərmək üçün sizə bunun bir blok sxemini qurum. Məsələn, bir şərt bloku çəkək. Bu şərt ödənərsə əgər, yenidən çəkəyim bu şərt blokun. Baxın, şərt. Buna şərt 1 deyək. Bu şərtin hə qolu var və yox qolu var. Əgər bu şərt ödənərsə, başqa bir şərt verir bizə. Şərt 2. Məsələn, yenə bunda hə və yox qolları olur. İndi buradan da bir, məsələn, əməliyyat 1 deyək. Hədə bir hesab olsun. Buranı hesablasın. Hesab 1 deyək bura. Burada hesab 2 deyək. Daha sonra yox qolunda da bir hesab verək. Yenə də hesab 3 olsun bu da. Sonra da bizim bu algoritmi bitirsin. Son. Deməli, bunu nədir? Baxın, şərt. Mən şərti nə ilə qoyuram birinci? If ilə. Şərt 1-dir bunun adı. Mən deməli yazıram ki, if şərt 1. Yəni, şərt 1-imiz ödənərsə nə olsun? Şərt 1-imiz ödənərsə hə qoluna baxın, yenə bir dənə şərt var. Deməli, yazıram if şərt 1, yenə yazıram if şərt 2. If şərt 2. Yenə qabağından qoşa nöqtə. İndi bu if ikinci şərtimiz ödənərsə, onda nə edirəm?
hesab 1-i yerinə yetirirəm. Yazıram hesab 1 yerinə yetirilsin. Bəs bu if şərtimiz ödənməzsə nə edirəm? Baxın, tən ifin altından bir dənə else yazıram. Bu halın ödənməməsi üçün, yox qolu üçün bir else yazıram. Else də nə yazıram? Hesab 2 qeyd edirəm. Burada qoşa nöqtə qoyulmur. Aha. Hesab 2-ni yəni yerinə yetirsin. Sonra bəs başqa bir şey qalmadı ki, baxın, hesab 1-i yazdıq, hesab 2-ni yazdıq. Bəs bu birinci şərtin yox qolunda mən nə edeyim? Birinci şərtin yox qolunu necə yazıram? Bu ifin altından bir else yazıram. İfin altından else yazıb, qoşa nöqtə qoyub, altından hesab 3 qeyd edirəm. Deyirəm ki, yəni ödənməsə hesab 3-ü yerinə yetir. Nə deməkdir bu? Gəlin bunlara deməli nümunələr əsasında baxaq. İndi buradan bir şey deyim ki, baxın, bu if şərt ikimiz, bizim yəni bu ifimiz buradan asılıdır. Bundan asılıdır. Nəyə görə bundan asılıdır? Yazılışa fikir verin, içərisində yazmışam. Yəni içəridə olan if özündən əvvəlki ifdən asılı olur. Yəni bu şərtimiz ödənməsə biz heç bura baxmırıq. Bizim bu if birimiz ödənməlidir ki, if şərt birimiz. Biz şərt 2-yə baxaq. Aydındır? Aha, bu formada hesabları yerinə yetirə bilərik, ifadəni yerinə yetirə bilərik. Gəlin buna uyğun nümunəyə baxaq. Deməli, yazıram ki, if, daha doğrusu belə yazaq birinci, A bərabərdir 5, B bərabərdir 3, C də bərabərdir 8. İndi qeyd edirəm. Deyirəm if, əgər A böyük bərabərdirsə B-dən, onda if A böyük bərabərdirsə, eləcə də məsələn C-dən, daha doğrusu kiçik bərabər yazaq gəlin. Deyirəm A həm də kiçik bərabərdirsə C-dən, onda məsələn ekrana versin print M-i. Else qeyd edirəm burada, else. Else halında nə eləsin? Yəni əgər A kiçik bərabər C olmasa, bu ödənməsə bu ifadə, onda məsələn ekrana versin N-i. Aydındır? Bu M-dir, digəri də N. İndi mən bu ifin altından bir else yazıram. Bu o deməkdir ki, əgər bura ödənməsə, gəl else həll elə. Else də yazıram ki, məsələn print dırnağın içərisində məsələn Z. Yəni Z-i çap eləsin. İndi biz bu ifadənin halına baxaq, yəni işləməsinə baxaq. A-mız 5-dir. 5 böyük bərabərdir 3-dən. 5 böyük bərabərdir 3-dən. Bəli. Onda keçirik bura. Bura ödəndi deyə bu şərtimiz. İndi bunun altındakılara baxa bilərik. Baxın, bunun altındakılar hər biri bundan asılıydı. Bax, buradan asılıydı. Bura ödənməsidir. Biz ümumiyyətlə bura baxmazdıq. Ödəndi deyə indi baxırıq bura. Ödəndi deyə indi bura baxırıq. Deməli, A-mız, yəni böyük bərabərdir. 5 böyük bərabərdir 3-dən. Bəli, onda baxdıq bura. İndi deyirəm A, yəni 3, daha doğrusu 5, A-mız 5-dir. 5 kiçik bərabərdir C-dən, yəni 8-dən. 5 kiçikdir 8-dən. Bəli, onda nəyi hesablayır? Print M. M-i ekrana verir. Yəni M çap olunur. Aydındır. Artıq mən bura ödənmişdi deyə ümumiyyətlə else də baxmırdım. Çünki niyə baxmadım else? Axı bura ödəndi axı. Ona görə mənə heç else lazım deyil. Və bir də belə bir nümunədə belə bir şey qeyd edeyim. Bir də var sərbəst operator var. Nə if-dən asılı olur, nə də else-dən asılı olur. Məsələn, A3, B, 8, C6. İndi yazıram məsələn if A böyükdür B. Məsələn olsun print A. Daha sonra burada yenidən bir if yazaq. If A böyük bərabərdirsə C-dən, böyük bərabərdir bu formada yazın. Böyük bərabərdirsə C-dən, onda print B.
Burada içəridə bir if yaza bilərəm. İçəridə bir if yazıram. Deyirəm həm də məsələn C bərabərdirsə B-yə, C bərabərdirsə B-yə, onda nəyi yerinə yetirək? C bərabərdirsə B-yə, onda print C-ni çap eləsin. Aha. İndi burada mən bir else də yazıram. Else. Else də deyirəm onda print D-ni çap elə. Bunda da artıq deyirəm ki, print D-ni çap elə. İndi baxırıq burada nəyə? Baxırıq burada nəyə? Mən fikir verirsiniz, bu ifləri eyni xətt üzərində yazdım. Bu if artıq buradakı ifin, buna if 1 deyək, buna if 2 deyək. Bu if, yəni if üçümüz 2-nin içərisindədir. Yəni bu artıq asılıdır 2-dən. Bu şərt ödənməlidir ki, bu keçsin bura aşağı. Sonra C-ni, yəni bura ödənsə C-ni çapa verəcək. Bu 3 ödənsə C çapa gedəcək. Ödənməsə else-də D-ni çapa verəcək. İndi mən burada artıq ifsiz bir şey yazıram. Məsələn, baxın, düz bu iflərin burada altında yazıram ki, print məsələn, çapa getsinlər K. Artıq bu print heç bir ifdən asılı deyil. Çünki eyni xətt üzrə yazılırsa, əgər bir əməliyyat, fərqi yoxdur, print olsun, nə olur olsun, bir xətt üzrə yazılırsa, bunlar bir-birindən asılı deyil. İndi gəlin bu ifadənin işləməyinə baxalım. A-mız 3-dür, B-miz 8. 3 böyükdür 8-dən yox. Ona görə bura baxmırıq. Keçirik ikinci ifə. A böyük bərabərdir C-dən. A-mız 3-dür. A-mız 3-dür. C-miz neçədir? 6. 3 böyük bərabərdir 6-dan yenə yox. Ona görə bunun altında olan bu qədər şeyin heç birinə baxmırıq. Nə 1 ödəndi, nə 2 ödəndi. Düşürük aşağı. Print K. Ekrana nə çap olunur? Sadəcə K hərfi. Bu boyda ifadədə sadəcə ekrana sonda K çap olunur. Ən yaxşı öyrənmə metodu mənim videoya baxa-baxa mənim yazdığım əməliyyatları dəftərinizə qeyd eləyib onların üzərində daha sonra unutduqca baxmağınız. Yalnız o formada siz daha yaxşı nəticə əldə edə bilərsiniz. Daha sonra bir də var elif anlayışı. Elif anlayışı. Elif nə deməkdir? Elif else üstə gəlinsin if deməkdir. Bu nə deməkdir? Gəlin birinci else üstə gəlinsin ifə aid bir nümunə yazım. Məsələn, bir şərt yazım. Deyirəm ki, A bərabərdir 5, C bərabərdir 6, B də bərabərdir 3. İndi şərt qoyuram. Deyirəm, əgər A böyükdür B-dən, onda olsun məsələn print K. Daha sonra indi burada buna else qoymalıyam axı. Baxın, bir else yazıram. Qoymalıyam deyəndə qoymaya da bilərəm. Sadəcə indi else deyirəm, yazdım. Else'nin içərisində yazıram if A kiçikdir bərabərdir məsələn C-dən qoşa nöqtə. Onda məsələn həll olsun print çap olunsun onda ekranda print R. Daha sonra bu ifin içərisində, else'in içərisində bir dənə if yazdım. Aha. İndi bu ifin içində bir dənə də ifə else yazıram. Yəni ümumiyyətlə bunun yazılışına baxalım. Gəlin bunun yazılışına baxalım. Burada nə deməkdir? Bu ifadənin mənası nədir? Deyirəm ki, əgər A böyükdürsə B-dən, onda K-nı ekrana çap elə. Yox, əgər bura ödənmirsə, yəni A B-dən böyük deyilsə, onda düş else A kiçikdir bərabərdirsə C-dən. Bax, else'in içərisində bir dənə də şərt vermişəm. Deyirəm, if A kiçik bərabərdirsə C-dən, onda
eri çap elə. İndi A-mız nədir bizim? 5. 5 böyük bərabərdir 3-dən. Bəli. Onda ekrana K-nı çap eləyəcək. K çıxacaq ekrana və heç aşağıya baxmayacaq. Gəlin indi bunu kiçikdir yazaq. Deyirəm ki 5 kiçikdir 3-dən. 5 kiçikdir 3-dən. Yox. Onda düşür hara? Else. Bu bizə 5 kiçikdir else-dən false verir də. Yəni true vermir. Yox, false deməkdir elə. False verir. Ona görə aşağı düşür. Else düşür. A kiçik bərabərdir C-dən. A-mız 5-dir. C-miz 6-dır. A kiçik bərabər C-dən. Bəli. 5 6-dan kiçikdir. Ona görə düşür aşağı hara? Eri çap edir. Ekranda çıxır er. Aydındır. Bunun başqa yazılışı bu cürdür. Mən yazıram. If məsələn A kiçik B qoşa nöqtə print K daha sonra bu else ilə if-i birləşdirib mən buna elif deyirəm. Else if-i birləşdirib elif deyirəm. Elif qoşa nöqtə birləşdirib yazıram ki print r. Print r. Yəni bu else ilə if-i birləşdirdim. Bu deməkdir ki, əgər ödənmirsə keç buna. Bu if-imiz ödənməsə əgər, keçəcəyik elifə. Aydındır? Buranı həll edəcəyik. Yəni elifin mənası else üstə gəlinsin if deməkdir. İndi ətraflı formada bunların hər birinə aid nümunələrə testlər üzərindən baxacaq.